Salam əziz abituriyentlər. Bugün Codera nəşriyyatının 2024-2025-ci il buraxılışı olan yeni nəşri olan bu test bankindən belə bir sualın izahına baxacağıq. Söhbət 15-ci sualdan gedir. Deməli, x, y, z onluq say sistemində verilmiş x, y, z ədədi, yəni bu üzərində xətt onu bildirir ki, bu konkret bir ədəddir. X, Y, Z ədədidir. 3 rəqəmli bir ədəddir. Üstə gəlinsin. Y, Z, X 8-ci say sistemində verilmiş bu 3 rəqəmli ədəd və üstə gəlsin 6-lı say sistemində verilmiş Z, X, Y 3 rəqəmli ədəd. Bu cəmin ən böyük qiymət aldığını nəzərə alaraq X, Z, Y 16-lıq ədədinin onluq say sistemində ifadəsini tapın. Və bizə burada mötərizənin içərisində bildirir ki, X, Y və Z bir-birindən fərqli rəqəmlərdir. Sualı mən rahat yerə keçirmişəm artıq. Deməli, biz nə edirik? Biz bu suala iki cür yanaşa bilərik. Birinci yanaşmamız bundan ibarət ola bilər ki, hər bir verilmiş bu ədədlərin açılışını yazaq. Verilmiş bu ədədlərin hər birinin açılışını yazırıq. Misal üçün, X, Y, Z 3 rəqəmli onluq say sistemində verilmiş ədəddir. Bu necə yazılır? X, Y açılışı necə yazılır bunların? Deməli, onluq say sistemində verilmiş bir ədəddir. Bunun açılışı belə yazılır. 100'lük mərtəbəsində dayanan x-i vurursan 100'ə. Olur 100x. Düzü. Təkli, onluq, 100'lük. Oldu 100x. Onluq mərtəbəsində dayanan y-i vururuq. Üzərinə gəlirik. Onluq mərtəbəsində dayanan y-i vururuq 10'a. Y onluq mərtəbəsində dayandığına görə onu vururuq 10'a. Olur 10y. Üzərinə gəlirik, təklik mərtəbəsində dayanan bu z-i, z biraz 2'ye oxşayır amma z-dir biləsiniz. Z-i, da bunu istəyirəm silim, biraz fərqli yazım, 2'ye oxşamasın. Deməli belə. Bu z-i də vururuq, təklik mərtəbəsində olduğuna görə elə təkə, yəni 1'ə. Yəni z də 1'ə vuranda zaten z eləyir, üstünə gəlirik z-i. Bu oldu bu ədədin açılışı. Həmçinin digər ədədin açılışı. Y, Z 8 ədədinin açılışını yazırıq. Biraz onu aşağıdan yazmaq lazımdır. Y, Z və X 8'li say sistemində verilmiş bu ədəddir. Üzərinə xətti çəkmirəm. Çünki neyini 8'li say sistemindən 10'luq say sistemine keçəcəyik bunu. 0, 1, 2 yazırıq başının üstünə və y-i vururuq 8'in kvadratına. Elə bu yuxarıdakı açılışla bu açılışın məntiqi eynidir. Burada mesela x-i vurursan 10'un kvadratına da 100x alınır. Y-i vurursan 10 üstü 1'ə belə. Yəni eyni məntiqdir bu. İndi y-i 8'in kvadratına vururuq. Yəni 64 y olur. Z'ti 8 üstü 1'ə vururuq. Üstünə gəldik. Z'ti 8 üstü 1'ə vuranda olacaq 8Z. 8Z. Və x'i də 8 üstü 0'a vururuq. Üstü gəlsin. 8 üstü 0. Biraz uzaqlaşdırım. Üstü gəlsin 8 üstü 0 nədir? Daha doğrusu y-i 8 üstü 0'a vuranda 8 üstü 0 1 verdiğine göre yani y-i de 1'e vuranda y alınır. Bu ikinci ədədin açılışı. Sonra keçirik üçüncü ədədin açılışına. Bax bu ədədin açılışını veririk. Deməli z, x, y. Bu altılıq say sistemində verilir. Z, x, y. Yine bunun başının üstüne 0, 1, 2 yazsaq
6 da ayağına yazırıq. Altlıq say sistemindədir. Bərabərdir. Z vurulsun 6'nın kvadratı. Yəni o eləyir 36 Z. Üstə gəlinsin. Bir dəqiqə 36 Z. 36 Z. Üstə gəlinsin. X'i vurur 6 üssü 1'ə. Olur 6x. Üstə gəlsin y də vurur 6 üssü 0 o da eləyir y. Y, Z, X. Burada axırda X yazılmalıdır. Y yox. Yuxarıda 64 Y, üstə gəlsin 8Z, üstə gəlsin X. Burada isə plus Y. İndi bu 3 cəmiyi toplamalıyıq da. Burada bu biz toplayıb da. Toplamalıyıq. 100X üstə gəl 10Y üstə gəl Z. Üstə gəl Z. Üstə gəl 64Y üstə gəl 8Z üstə gəl X. Üstə gəl 36Z 36Z üstə gəl 6x 6x bu da üstə gəl y bərabərdir. Oxşar hədləri islah edirik. 100x burada var, x burada var, 6x də burada var. Bunları toplasaq 100x üstə gəlsin 6x 106x burada bir dənə x oldu 107x. Üzərinə gəlirik. Şimdi 10y burada var, 64y burada var. 74y eləyir. Bir dənə də y burada var, oldu 75y. 75y. Və üzərinə də gəlirik. Bir dənə z burada var, 8 dənəsi burada var. 9z, 36 dənəsi də burada var. Bu da elədi 45z. Şimdi məsələnin şərtində bizə deyir ki, bu cəmin ən böyük qiymət olduğunu nəzərə almalıyıq və bir də bunların fərqli rəqəmlər olduğunu nəzərə almalıyıq. Baxın, indi bu cəm gəldi, düşdü bu şəkildə. 107x üstə gəlsin 75y, üstə gəlsin 45z. 45 biraz yaxşı düşməyib. 45z. Deməli, bu cəmin ən böyük qiymət alması üçün x, y və z-ə maksimum dərəcədə böyük qiymətlər verməliyik. Burada 107x-in daha böyük qiymət alması üçün x-in ən böyük qiyməti 9 ola bilər. Amma 9 rəqəmi yalnız onluq say sisteminin, yəni bizdə burada cəmdə iştirak edən onluq, 8 və 6'lıq say sistemləri var, düzdür? Yalnız onluq say sistemləri basında var. Amma x rəqəmi həmçinin burada 8'lik say sisteminin də 8'lik say sistemində verilən bu ədədin də tərkibində var. Ona görə x-ə 9 qiyməti verə bilmərik. Bax, bu ədədə görə, x-ə 9 qiyməti verə bilmərik. Demək ki, 9'un üstünə xətt çəkdik. İndi bu ədədə görə deyirik ki, x-in ən böyük qiyməti 7 ola bilər. Çünki 8'lik say sisteminin əlifbasında ən böyük rəqəm 7'dir. Yazıram 7. Amma sonra keçib baxıram növbəti toplanana, görürəm ki, növbəti toplanan artıq 6'lıq say sistemində verilib. 6'lıq say sistemində. Demək ki, bu ədədə görə də mən x-ə 7 qiymətini verə bilmərəm. Bu ədədə görə mən
x-ə 7 qiymətini də verə bilmərəm. O zaman x-ə ən böyük neçə verə bilərəm? X-ə ən böyük 5 deyə bilərəm. X-in ən böyük qiyməti 5 olacaq. Bax, bu cəmdə 107x plus 75, y plus 45z cəmində ən böyük əmsal 107 olduğuna görə onun qarşısında olan rəqəmə, x rəqəminə mən ən böyük qiymət verməliyəm ki, bu cəm ən böyük özünün ən böyük qiymətini alsın. Sonra növbəti böyük əmsal 75-dir. 75-in yanında olan rəqəm y rəqəmidir. Demək ki, mən növbəti ən böyük rəqəmimi y-ə verməliyəm. Yəni, artıq x-ə 5 vermişəmsə, növbəti 5-dən kiçik, növbəti ən böyük rəqəm 4-dür. Çünki burada bizə deyir ki, x, y, z bir-birindən fərqli olmalıdır və bu rəqəmlər 5-dən yuxarı ola bilməzlər. Çünki həm x, həm y, həm z burada hər üst toplanan tərkibində iştirak edir və burada üçüncü toplanan altılıq say sistemini verilir. Demək ki, altılıq say sisteminin əlifbasından qırağa çıxmamalıyıq bunlara qiymət verərkən. İndi x-ə 5 qiymətini vermişik, özünün ən böyük qiymətini. Demək ki, y-ə 5-dən sonra ən böyük ədəd hansıdır? 4'dür. Y-ə də 4 verə bilərəm. Bundan sonra artıq qaldı bir dənə z. Z-ə də 5-dən, 4-dən sonra ən böyük ədəd 3'dür. Z-ə də 3 vermək məcburiyyətindəyəm. Z-ə də 3 verirəm. Ondan sonra bu qiymətləri x-in 5, y-in 4 və z-in 3 qiymətlərini gətirirəm və bu ədəddə yerinə qoyuram. X, Z, Y 16'lıq ədəddir. X-in yerinə yazıram 5. Y-in yerinə, Z-in yerinə yazıram 3. Y-in də yerinə yazıram 4. Və bu 16'lıq ədədi onluq say sisteminə keçirirəm. Bizə deyir ki, onluq say sistemində ifadə edin. Və bu Z-i buradan silək. Artıq bildik ki, Z 3'dür. Aha. Şimdi bunun başının üstüne 0, 1, 2 yazırıq. Bərabərdir. 5'i vururuq 16 üssü 2'yə. 5 vurulsun. 16'nın kvadratı. O da eləyir 256'da. 5 vuranda 16'nın kvadratı. 16'nın kvadratı 256'dır. Daha bir də 16'nın kvadratı yazmıram. Birbaşa 256 yazıram. 3'ü vururuq 16 üssü 1'ə, yəni 3'ü vururuq 16'ya. Və üstünə gəlirik. 4'ü vururuq 16 üssü 0'a. 16 üssü 0 istənilən ədədin üssü 0 1 verir. Yəni 4'ü vururuq 1'ə, elə eləyirik 4. Bərabər. 5'i 256'ya vuranda 1000, 1250, 1280. 1280. Üstə gəlinsin. 3'ü 16'ya vuranda 48. Üstə gəlinsin 4. 1280'in üstüne 48 geldi. 1328. Bunun üstüne 4 geldi. 1332 eləmiş olur. 1332. Buna göre belə bir variant var. Bəli, B variantı məhz 1332 ədədidir. Cavabımız, doğru cavabımız B variantıdır. İndi buna bir yanaşma metodu idi. Bu qədər uzun getməyə də bilərik, yəni əslində. İkinci yanaşma metodu, yəni bu açılışları yazmadan, bu qədər uzun getmədən. Məsələn, baxırıq hansı say sistemlərində verilib toplanırlar. Baxıram ki, burada ən kiçik say sistemi 6'lıq say sistemidir. Demək ki, başa düşürəm ki, artıq x, y və z rəqəmləri 6'lıq say sisteminin əlifbasından kənara çıxmamalıdır. Yəni, bunların hansınsa birinin qiyməti 5 olacaq, birinin qiyməti 4 olacaq, birinin qiyməti 3 olacaq. Niyə görə? Çünki cəmin ən böyük qiymət alması üçün. Və bundan sonra mən mütləq bilməliyəm ki, hansı 5'dir, hansı 4'dür, hansı 3'dür. Bunu bilmək üçün baxıram burada əsası ən böyük olan ədədə. Əsası ən böyük olan onluq say sistemidir. Burada x, y, z ədədidir. Bu cəmin ən böyük qiymət alması üçün
onluq say sistemində verilən bu ədəd özündən böyük qiymətini almalıdır. Bunun üçün də bu ədədin də özündən böyük qiymətini alması üçün x-ə mən ən böyük qiyməti verməliyəm. Çünki x yüzlük mərtəbəsindədir, y onluq mərtəbəsindədir, z təklik mərtəbəsində. Yüzlük mərtəbəsində nə qədər böyükləsəm, bu ədəd o qədər böyük olacaq. Və nəticə olaraq bu cəm də o qədər böyüyəcək. Mən x-ə maksimum neçə verə bilərəm? Burada demişdik ki, altlı say sisteminə görə demişdik ki, x-ə maksimum 5 verə bilərəm. Y onluq mərtəbəsində olduğuna görə 4-ü y-ə verirəm. Z təklik mərtəbəsində olduğuna görə z-ə də 3 qiyməti verirəm və s. Və belə bu şəkildə gətirirəm, yenə x-i, z-i, y-i burada yerinə qoyuram. 16-lıq say sistemində olan bu ədəddə nəzərə alıram. Sonra alınmış ədədi onluq say sisteminə keçirirəm. Və salam. Onda da cavab yenə 1332 gəlir. Alınacaq. Belə, bu kimi sualların izahını, yəni izahının ardının gəlməsini istəyirsinizsə, mənə həvəs verə bilərsiniz. Məsələn, videonu bəyənməklə, kanala abunə olmaqla və yaxud harada paylaşıramsa bunu, orada paylaşdığım səhifəni izləməklə və s. bu kimi məsələlərlə mənə həvəs verə bilərsiniz. Sağ olun, növbəti görüşlərdə, növbəti videolarda görüşək.